12 günlük savaş getdi İsrailin İrana qarşı savaşında. Bu 13 günlük savaşda İranın hakimiyyətinin beli sındı. Yəni fikirləşin ki, neçə dəqiqənin başlanğıcda içində İran hakimiyyətinin lap yüksək səviyyədə baş komandalarını, Supahın lap böyük başlarını, nə deyirlər, o Baqirisi ki tutmuşdu ki, bütün sərləşkər, o İranın ləşkər bölümünün başında tutubdu. Hamısını, səlamısını, hamısını neçə dəqiqənin içində öz yerlərində öldürdülər. Hətta çox maraqlıdır ki, bunların içində elələri vardı ki, evlərində yatdığı yerlərində deyirlər ki, biz bunların xorultusunu eşidirdik. Ki, nə vaxt vuracaq, o qədər yerlərini bilirdilər. Və qısa zaman üçün 17 dənə Supahın böyük başlarından, Ərtəşin böyük başlarından, yəni birinci rədədə öldürdülər.